Bismillahirrahmanirrahim. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bir məsələyə münasibət bildirəcəm. Səbrim çatmır, orada boş-boş oturam, yazam. Bu Azər həsrətdir, kimdir bizimdir? Millətin oğludur da, indi yazıb da ki, İslam dini belə filan fesmekan. Bir ona aydın başla cavab verən, danışan, söhbət edən insanlar yoxdur. Baxıram, hamı burada təhqir yazır, hamı ona nə yazır. Azəri müdafiə eləmirəm, Azər çox böyük səhv eləyib, ayrı həsrət, çox savadsız hərəkət eləyib, onun dünya görüşü çox dardır, o adam dərk eləmir dünyada nə var, nə yox. Ancaq bu deməkdir ki, onu təhqir eləməliyik, onun ünvanına nə bilim, ağır sözlər deməliyik, yox. Bir nəfər də Almaniyadan qalbdaşımız adını oxudum, onun statusunu, ağıllı sözlər yazıb, gözəl fikirlər yazıb. Onun da ki, yəni İslam dininin bu İslam dini belə falan fesmekan, Hristiyan belə. Sonra da burada bizim qardaşlarımız ona, Əlinur ona yazıb ki, nə bilim kim, böyle çoxu təhqirlər var ona qarşı orada. Azər həsrətli kimdir, onu müdafiə edənlər, o birisi də belə. Bir millət kimi, bir ziyalı kimi, bir insan kimi düşünək, görək sizin hansınızın dediyinizdə bir nə əsas var. Bəlkə mən də səhv edirəm, ancaq gördüyümüz budur, həyat bunu, mən 64 yaşım var, bu illər ərzində bunu görmüşəm, sınamışam və bunu həyat bizə başa salıb. İslam dininin günahı nədir? Bax, bunu baxaq. İslam dini nə idi bu xalqa? İslam dini deyir ki, düzgün yaşa, ədalətli ol, haqlı ol, oxu, qəbir evinə qədər oxu. Bax, bunu deyir İslam dini bizə. Oxu, öyrən, ziyalı ol, savadlı ol. İslam dini demir ki, cəhalətli ol. Əli yazıb ki, orada o qardaşımıza ki, İslam ölkələri cəhalətli filan fesmekan. Əli müəllim, əziz qardaşım, biz sizi çox istəyirik, siz çox böyük bir oğul itirmişsiniz, şəhid atasısınız və çox böyük sənətkarsınız, söz deməyi bacaran bir ziyalısınız. Və İslam dininin burada heç bir günahı yoxdur. İslam dini demir. İslam dini qaçın Quranı oxuyun, görün Quran bizə nə deyir. Quran özü də ərəbin dini deyil. Quran elə türkün dinidir, bizim dinimizdir. Quranın bütün müddəaləri, forması, hətta yazılışı, ayələri, onun hamısı Zərdüştün Avestası kimidir. Avesta 114 cilid olub. Quran 114 surədir. Baxın, bütün onun hamısı onun üstündə qurulub. Bax, onun Makedoniyalı İskəndər o lənət olmuş, onun 83 cilidini yandırdı, onun 21 cilidi qaldı. 21 cilid qalıb onun, o 21 ciliddə onun üzündən elə mahiyyətini aydınlaşdırır ki, Quran kimi o da xeyirlə şərin mübarizəsidir və bunu da deyim sizə. O vaxt Məhəmməd Peyğəmbərin əshabələrindən biri olan Salman Farsi Urmiya bölgəsindəndir, Yahudu əsilli Farsdır. Yahudu əsilli Farsdır və türk dillərinin bu dinini çox gözəl bilərmiş. O dini Məhəmməd Peyğəmbərə formalarını danışarmış və Quran-ı Kərim birbaşa Avestan üstündə qurulmuş bir kitabdır. Bütün dinlərin mahiyyətini, formasını, yazılış tərzi Avestan üstündə qurulub, öz yerində. Yəni, türk, İslam dini ərəbin deyil, türkün öz dinidir. Qureyş tayfaları, Qureyş deyil, Türeyş tayfalardır bunlar. Türklərdir. Çünki vaxtilə türklər dünyanın hər yerini dövlətlər qurmaq, sivilizasiyalar quratmaq eşqi ilə dünyanı fəth ediblər və onların da bir hissəsinin payına ərəb dünyasında o İslam dini qurulub. Bu da öz yerində. Bu da Zərdüştdən gəlir. Həqiqət axtarışı, haqqın dalınca getmək, bu ondan gələn bir şey. Ömrüzlə əhrimənin xeyirlə şərin mübarizəsi emin şeydir bunlar. Nəhyəz münkər, əmri bi məruf, Quranda belə bir şey var. O da deyir, xeyir işlərə bəhbəhdir, pis işlərdən onlardan çəkinin. Bu deməkdir. Yəni bunun mahiyyəti bundan ibarətdir. Quran bizə demir. Sən get rüşvət al, sən get xalqını tala, sən get xalqını kölə elə. Bunu Quran bizə demir. Quran bizə deyir ki, ədalətli ol, haqlı ol, beytül mal söhbəti var Quranda. Xalqın malı, onu yemə. Quran-ı Kərimin müddəaları qurulmalıdır. Əli əleyhissalamın dövründəki yaşanışdır. 5 ilki İslam dünyası, ədalətli İslam dünyası olub. 5-ci əl dövrünün, Əli əleyhissalamın xilafəti dövründə İslam dünyası. Və onu lənətli Himaviyyə, o birisilər, bu birisilər yıxdılar.
sürdülər. İslam dini bundan da süqut elədi. Yəni indiki biz İslam deyil, indi biz İslam dininin o törtöküntüsünə xidmət edirik. Bu o İslam deyil. İslam demir ki, sən get 50 yerdə villa tik, sən demir get nə bilim neyinə. İslam deyir ki, Məhəmməd Peyğəmbərin kəlamına bax, nə? Deyir ki, bu dünyada insan üçün 3 vacib şey var. Gündə bir qarın yemək, bir dəst paltar sənin isti soyuqda aybını örtsün. Bir də bir ev lazımdır ki, onda sən soyuqdan istidən daldalanırsan. Yatasan, vəhşilərdən, heyvanların özünü qoruyasan. İslam dini nə gözəl şeylər deyir, baxın. Ancaq görün, İslamdır bu. Bizim dünyanın nə qədər din xadimləri, İranda, Turanda, elə bizim özümüzdə hamısı milyarderdilər, milyonlar pulu qoymağa, yığmağa yer tapmalar. Bilmirsən nədirlər bunlar. Ya İslam bunu deyir bizə. Yəni bu İslam deyil, burada İslam yoxdur. İslam bunu eləmir. Bunu eləyən insandır. İnsan edir bunu. İslamın nə günahı var? Tutaq ki, biz deyirik ki, Pifagorun qanunlarında vurma cədvəl var da. Deyir ki, 3'ü 5'e vuranda 15 edir. Sən onun qabağına 16 ya 18 ya 14 yazanda burada riyazi qanunların günahı var. Biz onu yazırıq ora. Biz onu səhv anlayırıq. Biz ona səhv əməl edirik. Eləmirik biz onu. Lap ticarətin mülkücü deyir ki, bu qəndin kilosu 5 manatdır. Kim deyir ki, sən 5 manat verəndə ona sən 800 qram pesoq verirsən. 800 qram onu tutaq ki, çəkəsən onu. 1 kilo niyə vermirsən? Bunu kim edir? Bunu insan edir. İnsan. Bu müsəlman ölkələrindəki bəlalar var. Deyirik, əlim bəğul deyir, müsəlman ölkələrinin cəhələt filan. Qardaş, bunun birisi səbəbi nədir? Biz uşaqlarımızı erkən nikahlara veririk. Bu bir kütbeyin uşaqlar yaranır bu iki. Savadsızlıq, cəhalət, qohumlarla evlənmək ən böyük bəlası İslam dünyasında. Qohumlarla evlənməkdir. Xristiyan köpəoğlu 7 arxadan bəri babasının yaxınının qızını almaz. Xristiyan millətində nəsil nəcabət qadınla gedir. Ona görə onların peyğəmbəri İsa Məsihdən sonra Məryəm anadır. Niyə? Çünki qadını kimdən uşaq əmələ getdi fərq eləmir onlarda. Yahudilərdə də belədir, İslamda da belədir, Xristiyanlar da belədir. Onlar əsas xətti ana ilə götürürlər. Ananın südü, ananın torpağı, hansı torpaqda nədir bitib, onun da bəhrəsini verir insana. Məsələ budur. Burada İslam dininin bir zərrə günahı yoxdur. Burada təfəkkürün, insan beyninin günahı var. İndi yaxşı, Afrikanın o cəngə, bax, dünya bu cür inkişaf edib da. Kosmosa gedir, ora, bura, Amerika belə, Avropa belə deyilsizdir. Afrikan cəngəlliklərindəki o yaşayan qədim vəhşi tayfalar, hələ də bu saat dövründə, İctimai icma qurulmasına əvvəl qullar, lap belə kölə təfəkkürü yaşayan insanlar var. Bura nə dəxli var ona? Əslində İslam o cəhaləti, onların cəhalətinə bir ışıq gətirdi, bir nur gətirdi. İnsan əti yeyirdilər, insanı sağ-sağ dirib bastırırdılar. İslam bunu deyir. İslam demir ki, sən get cəhalət deyiləcəksən. İslam demir ki, sən get natəmizlik. İslam deyir ki, sən doğru yaşa, düzgün yaşa. İslam nə deyib sənə? Azər həsrət. İslam sənə nə deyib, qardaş? İslam sənə deyib ki, sən get rüşvət al. İslam sənə deyir ki, İslam deyir, haqqı yemə. İslam hətta nahaq düşünməyi bizə qadağan edir. Səhv düşünməyi belə qadağan edir ki, sən deyir, Allah deyir sənə, şah damarından yaxındır. O sən düşündüyünü belə o səndən tez bilir ki, sən nə düşünəcəksən. Yəni qadağan edir ki, səhv düşünmə. Allah bunu bələddir, bilir. İslam sənə bundan gözəl nə deysin? Ancaq sən oturub fikirləşirsən ki, fitnə qurum, hiylə qurum, hardan 5 mat onu alladım, bunu alladım, dələduzluq edim, yalançılıq dağıdım, nə bilim, nə danışım, nə ineyim. İslam bunun hansını deyib bizə? İslam bunu demir, ey qardaşlar bizə. İslam bizə deyir ki, əziz insanlar, doğru olun, düzgün olun, haqq yolunda olun, haqqını haqqa verməyin. Yaxşı, Xristiyan dini də bunu demir. Hansı Xristiyan dini deyir ki, getsən müsəlman ölkələrin kölə elə, qır, vəhşi ləssəsini hərəkət elə, öldür, tala. Hansı müsəlman, hansı Xristiyan ölkəsi bunu deyir? Hansı Xristiyan qanunu bunu deyir? Hansı Xristiyan dini bunu deyir? Heç bir din bunu demir. Bütün dinlərdə bir din təsvibkeşliyi var. Savadsızlıqdan danışırıq, belə şeyləri biz. Din təsvib deyir ki,
kitabı olan, Allah kitabı olan, qanun kitabı, dini kitabı olan dövlətlərin bir-birinə hücum etməsi, bir-birinin qan tökməsi, bir-birini istismar etməsi qadağan olur. Bundan gözəl nə var dünyada? Yəni Hristiyanın dini var, İncili var, bizim də dinimiz var, birinci. Bizim birimizin dininə təcavüz eləməyə haqqımız yoxdur. Nə dininə, nə dövlətinə, nə malına, nə mülkünə. Bunu Hristiyan da qanmır da güya. Dünyada diğer üzündə qanları tökənlər kimdir? Hristiyanlardır. Yahudi təhrikidir. Bunlar edirlər. Hansı Hristiyan Müslüman ölkəsi kiməsə hücum edir, feşi? Müslüman ölkəsi sadəcə olaraq müdafiə olunur, haqqı bərqərar eləmək istəyir, haqqını haqqa verməmək istəyir. Qardaş, niyə düşmüsün İslam dinin üstünə? Bir Erşad Miri çıxıb tarixdə. Miridir, diridir bilmirsən. Dalına da Miri qoy. İslamın əleyhinə döşüyür, ağlı gəlir. Ay bala, uşaqsan, işini gör, başını sağlaşır, gör. Sənin bu din olmasa sən nədən söhbət edib tanınacaqdın? Mənə deyin. Səni heç bir it də tanımazdı. Sən bu dindən danışır adam olursan, adamlar içine çıxırsan. Sən niyə dini təhqir edirsən? Harc belə getdi. Bu dinimizi, imanımızı bu min illərdir saxlayan, qoruyan, bu Hristiyanın təcavüzündən, o birisinin təsirindən qoruyan qardaş, bizim hacılarımızdır, məşədlərimizdir, Kəbəmizdir, Məhkəmidir, dinimizdir, yeryüzü bəşərin bir evladıdır, onun dövlətləri bölən insanlardır, onu parçalayan insanlardır. İnsan edir bunu, insan təfəkkür edir bunu. Kim deyir ki, sən dində belə cəhalətli elə, sən alçaqlıq elə, yalan danış, onu bunun haqqına gir, onu bunun cibinə gir, bunu din deyirsən. Heç vaxt din belə söz deməz. Özümüzdən biz nə çıxarıq, mən başa düşürəm mən. İslam dini paklıqdır, təmizlikdir, saflıqdır, doğruluqdur, düzgünlükdür, düz yoldan getməkdir. Bəşəri bir təfəkkür gətirir insana ki, insan kimi qəbul edə Allah bəndəsi, ona rəhmin gəlsin. Hətta heyvanata belə İslam dini nə qədər rəhmlidir. Deyir ki, haqqı boynumuzda olanlar var, dilsiz, ağızsız heyvanlar, onların haqqı bizim bölünür. Pişikdir, itdir, qurtdur, biz onlara kömək eləməliyik, rəhm etməliyik, yazıqdılar, onlara necə deyirlər, davranmağı düzgün qurmalıyıq. Bitkiyə belə, Ərəfat çölündə, həcdə olanda bir yarpağı qopartmaq qadağan olur. Bir qarışqanı tapdamaq qadağan olur. İslam dini göründür, nə gözəl dindir. Ancaq biz topları, tüfəngləri qoyub meşələri darmadağın edir. Bugün baxın, Amerikanın, Hristiyan dediğiniz, Avropa dediğiniz, o mədəniyyət dediğiniz gətirdiyi Amerikanın yaratdığı müharibə, İrana qarşı müharibə. Hələ də hava düzəlmir, fikir verirsiniz. Bu, o müharibənin bəlasıdır, hamısı bu, bax, bu havanın bu cür olması. Biz atmosferi dərmə dağın edirik, deşirik silahlarla, yerin təkinə, nüvəsinə təsir edirik. Bəlkə hələ zəlzələlər olacaq birazdan sonra. Qardaş, İslam dinini deyir, bunları eləmən. Haqqını haqqa vermə, haqqınız üçün vuruşun. İslam ölkələri öz haqqı üçün vuruşub heç kim üçün. Baxın, o İran yerində oturub, İran özü bilərində nəyin yerir. İran durub orada, Amerika, İsrail ona niyə təcavüz edir? Mənim qonşum dövlətdir, niyə biz onu məhv etməlidir süqutuna? Heç erməninin də belə süqutuna sevinməyin. Qoy yaşasın insandır, heç kimin haqqını yemir, yer üzündə yeməsin insan. Heç kimin yerini dar eləmir, yer üzündə də insan qarışqa kimi şeydir, harada olsa yaşayacaq da, fərqi nədir ki? Yəni, qardaş, İslam dini bunu bizə demir ki, sən kiminsə torpağına gir, təcavüz elə, dağıt, oxuma, savadsız ol, gerdə qal. Biz özümüz edirik bunu, bunu insan yaradır. Qardaş, İslam dini eləmir bunu. İnsan edir, insan. Müsəlman ölkələr insanları edir bunu. Özü İslam dini, Hristiyan ölkəsində də bu var. Güya Hristiyanda yoxdur. Hristiyan bundan da betər, bicdir, avaradır, cicdir, dəlidir. Bütün müsəlman ölkələrinə soxulub, müsəlman ölkələrin qanını sunan Hristiyanlar deyilmi? Fransanın keçmiş tarixine bak. Fransa hələ bizim başımızdan oyunlaşıb. Gədəbəydə nə 384 min ton qızıl aparır Fransa. Bax, İslam dini bunu demir axı. Sən gedib ölkə torpağını qarət elə, gətir. Bu da sənin Hristiyanın, bu da sənin Avropan, bu da sənin mədəniyyətin. Keçənli nələrdə Trump'ın birinci hakimiyyət dövründə 120 neçə milyon dollar rüşvət aldılar Ərəbistandan onlar. Nə üçün nədir? Çünki oraya haca gedəndə İran, onlar o yollarda bombardıman eləməyək, haclarınızı qırmayaq deyə onlardan dolya alırlar, haqq alırlar. Və bilirsiniz bu nə deməkdir? Bilmədiyin şeylər danışın. Azər həsrət, sən də işinlə Usta Sunzadını silah kişiyə gözəl qardaş. Azərbaycan oğlusan. Yəni bilmədiyin şeylər də bilənlərdən soruş, danış. Dinimizin də əleyhinə danışmayın. Min illərdir din dövlətimizi, millətimizi formalaşdırıb, gətirib bu günə çıxarıb, bizi qoruyub. Yəni biz Heydər Əliyev kimi bir nəhəng adamdan da ağıllı insan deyilik. O boyda böyük bir şəxsiyyət.
dinimizə inaman gətirir, inam gətirirsə biz niyə inanmırıq? Niyə gətirmirik bunu? Başa düşün bu şeyləri. Ona görə də bu söhbətlərə də son qoyun. Dinimizi təhqir eləməyin. Dinimiz çox gözəl dindir. Mən dindar deyiləm ha. Mən ziyalı adamam, mən alim adamam. Mən handa bir sahənin alimindən, onun sahəsində, onun səviyyəsində ondan çox bilirəm. Mən bunu özümə əminliklə deyirəm ki, mən bilirəm onu. Ben bilirim ne demek, ne dediğimi. Ona göre de dinimize toxunmayın, elmimizə toxunmayın, insanlarımıza toxunmayın. Milletimiz de güzel millettir, dinimiz de güzel dindir. Yavaş yavaş da dünya düzələcək. Biz neyniyək ki, bizə qarşı təcavüz edib sənin torpağındakı varını, dövlətini istismar etmək üçün sənin dinindən istifadə edirlər. Alət kimi sünni şiə edirlər. Sünni şiəni aramızda bölən bizik da, biz onu bölürük. Kim onu bizə deyir ki? Sənin ağlın var, eləmə da. Sənin ağlın var, ona inanma da. Sən niyə saqqal? Ortalıqda gedən bu saqqallılar var. Bunların saqqallı yox, başını kəsmək lazım saqqalların. Saqqalını tulladı. Əl çək bu təriqətlərə bölməkdən, dini yollara bölməkdən, ayırmaqdan, məzhəblərə bölməkdən. Çıxarın bunu bu şey yolladı. Bunu eləmək lazım. Deyil qardaş. Nəyinə lazımdır bunun bu saqqal qof kiminsə tırkasına gedir. Öz ağlımız hardadır? Biz öz ağlımızla hərəkət eləmirik. Kimin ağlıyla gedirik. Bizə lazım deyil nə sistanisi, nə birisi. Biz elə öz ağlımız var, öz dinimiz var, özümüz də özümüzü bilirik neyinizi eləmək. Hər şey bizə lazım deyil. Biz öz ağlımızla, dinimizin qanunlarıyla, dövlətimizin qanunlarıyla hərəkət eləsək, heç kim bizə təcavüz edə bilməz. Heç kim bizim haqqımıza gələ bilməz. Bizi gerdə qoyan, yenə deyirəm, qohum nikahlarıdır. Təfəkkür, biz kütbeyin insanlar dünyaya gətirir, o da oxuyur, dərk eləmir, savasızlıqdır. Bax budur. Savasızlıq, savasızlıq. Sağ olun, var olun.